Salam, hər vaxtınız xeyir dostlar. Videomuza xoş gəldiniz. Bugün sizinlə birlikdə Litosfer proyektini inceləyəcək. Artıq Web3 dövrü belə deyə başa çatır və Litosfer də tam olaraq Web4-ün demək olar ki, girişin qoyur. Burada dostlar biz süni intellektin, blockchainin və insanların birgə çalışa biləcəyi bir proyekt üzərində bunlar iş görüblər. Bugün blockchainlər çox vaxt ayrı-ayrılıqda fəaliyyət göstərir. Bir şəbəkədəki məlumatlar digərində istifadə etmək çətin ola bilər. Digər tərəfdən süni intellekt sistemləri ümumiyyətlə blockchain xaricində fəaliyyət göstərir. Litosferin məqsədi bu sistemləri birləşdirməkdir. Sadə dillə desək, Litosfer infrastrukturu təmin edir. Thanos Wallet istifadəçiləri birləşdirir. Quant süni intellektlə təhsil aparılır və icraat ticarət tərəfini idarə edir. Beləliklə məqsəd sadəcə yeni blockchain yaratmaq deyil. Süni intellekt, blockchain, tətbiqlər və maliyyə sistemlərini birlikdə işləyə biləcəyi bir struktur yaratmaqdır. Bəs bu sistem əslində necə işləyir? Litosfer necə işləyir? Litosferi bu sistemin əsas infrastrukturu kimi düşünə bilərik. Müxtəlif blockchainlər, tətbiqlər və süni intellekt sistemləri arasında əlaqə qurmağı hədəfləyir. Məsələn, əgər süni intellekt agenti sadəcə məlumatlı təhlil etmək əvəzinə blockchainə əməliyyat aparmaq və ya birbaşa bir şəbəkə ilə əlaqə qurmaq istəyirsə, bunun üçün infrastruktur lazımdır. Litosferin məqsədi bu əlaqəni təmin etməkdir. Bunun üçün bir neçə əsas texnologiyadan istifadə olunur. Litik, süni intellekt əməliyyatlarını blockchain mühitində işləməsini təmin etmək üçün hazırlanmış icra infrastrukturudur. Multi-X, müxtəlif blockchainlər arasında ünsiyyət və koordinasiya təmin edir. DNS sistemlərin və süni intellekt agentlərinin bir-birini tapmasını imkan verən adlandırma və marşrutlaşdırılma təbəqəsi kimi çıxış edir. Lep100, tokenlərin və tətbiqlərin müəyyən standartlara uyğun işləməsinə kömək edir. Makalu testinin haqqında danışmadan əvvəl istəyirəm sizlərə biraz proyektdə olan ön satış haqqında məlumat verim. Gəlin ön satış detaylarına baxaq. Gördüyünüz kimi 31 gün sonra ön satış bitəcək və burada da gördüyünüz kimi açılış və bağlanış tarixidir və indiki hal-hazırdakı qiyməti $8.50 Litvo tokenin qiyməti və ön satış bitdikdən sonra, borsalarda listələndikdən sonra hansı qiymətə listeləyəcək, bunun haqqında hələ ki bir məlumat yoxdur. Necə ala bilərik? Göz kaşlokumuzu bura bağlayırıq. İstəsəz Thanos Wallet-də bağlaya bilərsiniz və ya mən indi MetaMask-ı bağlamışam. Gördüyünüz kimi network olaraq 2 dənə network var, BNB Chain və Ethereum. Hansı uyğunsa onu bağlayırsınız. Nə ilə almaq istəyirsiniz? Məsələn, Ethereum bağlamışıqsa Ethereum USDT ilə ala bilirik. BNB Chain də bağlamışıqsa əgər BNB USDT ilə almaq olur. Bura nə qədər almaq istədiyimiz məbləği giririk və Submit-ə basıb MetaMask hesabımızdan pulu onaylayırıq və tokenləri öz kaşlokumuzda görəcək və yaxud da ön satış bitdikdən sonra tokenlər bizim hesabımıza gələcək. Burada da token haqqında istəyirəm sizlərə biraz Litvo token haqqında məlumat verim. Gördüyünüz kimi token dağılımı toplam arz 1 milyondur dostlar, 1 milyard daha doğrusu. Ekosistem üçün 30% ayrılıb. Validators 25%, yəni community öz takımları üçün, topluluq üçün belə deyim 20%, foundations 15%, yatırımcılar üçün isə 10% token ayrılıb. Burada da Makalu üzərindən gördüyünüz kimi Litvo tokeni aktivdir hal-hazırda. Burada biz toplam holdersləri görürük və toplam transferləri və gördüyünüz kimi toplam arzda dediyimiz kimi 1 milyarddır. İndi isə Makalu haqqında sizlərə daha geniş məlumat verim. Makalu testnet nə üçün vacibdir? Mainnetə getməzdən əvvəl bu sistemin real mühitdə sınaqdan keçirilməsi lazım idi. Bunun üçün Makalu testnet istifadə edildi. Validatorlar şəbəkəni yoxladılar.
əməliyyatlar icra edildi və blokçeyn infrastrukturu sınaqdan keçirildi. Beləliklə, makalının məqsədi sadə idi. Sistemin mainnetdən əvvəl həqiqətən işlədiyini görmək. Blokçeyn məlumatları, bloklar və əməliyyatlar makalda izlənə bilər. İndi isə Thanos cüzdanı haqqında danışaq. İstifadəçilərin daxil olduğu yer. İndi istifadəçi tərəfinə keçək. Litosfer bir infrastruktur ola bilər. Lakin istifadəçilər ona asanlıqla daxil ola bilmirdilər. Bunun üçün Thanos cüzdanı istifadə olunur. Thanos özünə nəzarət edən çoxzəncirli bir cüzdandır. Bu o deməkdir ki, istifadəçi öz şəxsli açarlarını idarə edir və aktivlərini tək bir cüzdandan fərqli blokçeynlə idarə edə bilər. Litho, Bitcoin, Ethereum və fərqli EVM şəbəkələri kimi, yəni kaşlokları kimi MetaMask olsun, Phantom Wallet olsun və digərləri kimi aktivləri eyni interfeysdə görmək mümkündür. İstifadəçi üçün fayda çox sadədir. Hər blokçeyn üçün ayrı bir cüzdan etmək əvəzinə onlar bir yerdən fərqli şəbəkələr daxil ola bilərlər. Yəni dostlar, deyək ki, hansısa bir kaşloku istifadə eləyirsən, orada Solana networku yoxdur və ya o birisi yoxdur. Burada isə hamısını bir araya gətirir Thanos kaşloku. İndi isə Quant haqqında danışaq. Quant süni intellektlə idarə edilir. Tək bir AI istifadə etmək əvəzinə Quant birlikdə işləyən fərqli tapşırıqlar olan agentlərdən istifadə edir. Bir agent fundamental məlumatları araşdırır, digəri texniki təhlil aparır. Digər agentlər əhval-ruhiyyəni, xəbərləri və zəncirdaxili məlumatları qiymətləndirir. Daha sonra bu agentlər fərqli fikirləri müqayisə edirlər. Məsələn, bir yüksəliş trendini gözləyə bilər, digəri isə risk barədə xəbərdarlıq edə bilər. Daha sonra əməliyyat üçün ideya yaranır, lakin əməliyyat dərhal icra edilmir. Risklərin idarə edilməsi mövqe ölçünü, zərər limitlərini və digər riskləri idarə edir. Son mərhələdə əməliyyat icra edilir və proses blokçeyndə qeyd edilə bilər. Beləliklə, Quantın məntiqi belədir. Tədqiqat, fərqli fikirləri müqayisə etmək, riski idarə etmək və qərar vermək. Bu süni intellektdən yalnız sual-cavab verən bir vasitə kimi deyil, həm də birlikdə işləyən maliyyə agentləri kimi də istifadə etməyi hədəfləyir. İndi isə IgniteX haqqında danışaq biraz. Bəs süni intellekt əməliyyatı icra etmək qərarına gəldikdə nə baş verir? Məhz burada IgniteX işə düşür. Ignite'ın məqsədi blokçeyn tərəfində şəffaflığı qoruyarkən ticarət əməliyyatlarını tez bir zamanda idarə etməkdir. Sistem 3 hissəyə əsaslanır. Uyğunlaşdırılma mühərriki alıcı və satıcı sifarişləri uyğunlaşdırır. Risk mühərriki likvidasiya, maliyyələşdirmə və girov kimi mövqeləri və riskləri izləyir. Hesablaşma mühərriki əməliyyatın blokçeyn tərəfində yekunlaşdırılmasını təmin edir. Burada əsas fikir budur. Sürətli əməliyyatlar zəncirdən kənara həyata keçirilə bilər və nəticələr blokçeyn üzərində həll edilə bilər. Bu struktur daimi ticarət, çoxzəncirli və hesablaşma və çarpaz zəncirli marja ticarət kimi istifadə hallarını hədəf alır. Deterministik icra həmçinin əməliyyatların təkrar oynanılmasına və nəticələrin təsdiqlənməsinə imkan verməyi hədəfləyir. Gələcəkdə yoxlamanın fırıldaqçılıq, sübutlar və sıfır bilik yoxlaması kimi metodlara daha da gücləndirilməsi planlaşdırılır. Bundan əlavə botlar və süni intellekt agentləri API-lər vasitəsilə ticarət sistemlərinə qoşula bilərlər. Bu doğrudan da çox önəmli bir yerdir. Bəs bütün bunlar necə birlikdə olur? Yəni demək istədiyim Litosfer, Thanos Wallet, Quant AI və IgniteX hamısı necə birləşir? Gəlin bu haqqda da biraz danışaq. Sistemi tək bir nümunə ilə nəzərdən keçirək. İstifadəçi ekosistemə Thanos Wallet vasitəsilə daxil olur. Litosfer infrastrukturu altında işləyir.
Quant süni intellekt agentləri bazalı təhlil edirlər. Agentlər fərqli baxış nöqtələrini müqayisə edirlər. Risk nəzarətdən sonra əməliyyat qərarı verilir. Ignite bu əməliyyatların ticarət və hesablaşma tərəfini idarə edir və litosferin qarşılıqlı fəaliyyət infrastrukturu müxtəlif blokçeynlərin bu sistemə əlaqə qurmasını imkan verir. Gəlin biraz sizə Web4 haqqında da danışım. Web4 nədir? Bütün bunların arxasında daha böyük ideya Web4-dür. Gəlin işləri çox mürəkkəbləşdirmədən Web4-ü düşünək. Bugün insanlar və tətbiqlər internetdə bir-biri ilə ünsiyyət qururlar. Web4 vizyonunda süni intellekt agentləri və blokçeyn sistemləri fəal şəkildə iştirak edir. Süni intellekt agenti məlumat toplaya, başqa bir sistemlə əlaqə saxlaya, blokçeyn üzərində əməliyyatlar apara və maliyyə tədbirləri ilə qarşılıqlı əlaqədə ola bilər. Litosferin təmin etməyi hədəflədiyi infrastruktur bu sistemin birlikdə işləməsini təmin etməkdir. Nəticə olaraq qısacası litosfer infrastrukturu təmin edir. Thanos istifadəçiləri birləşdirir. Quant süni intellektlə təhlil aparır. Ignite ticarət tərəfini idarə edir. Onların ortaq məqsədi süni intellekt, blokçeyn və insanların eyni ekosistemdə birlikdə işləyəcəyi bir Web4 dünyasını yaratmaqdır və litosferin əsl hekayəsi buradan başlayır. Bəli dostlar, bu videodan bu qədər. İnşallah ki, nəsə dediklərimdən başa düşdünüz, anladınız. Çətinliyiniz olsa, neysə anlamasaz, maraqlı gəlsə kommentlərdə yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Ayrıca dostlar, bu video heç bir yatırım məqsədli deyil.